Aleyküm. Hər kəsi Allahın adı ilə salamlayıram. Bu günləri mən sizə din haqqında məlumat danışacağam. Onda başlayaq. Kədərli anlarımızda dua. İnsanın hər anı bir olmaz. Bəzən sevincli, bəzən də kədərli olur. Bəzən müşküllərin həllinin olmadığını, əlindən heç nə gəlmədiyini düşünərək ümidsizliyə qapılır. Məsələn, xəstəlikdə və ya yaxın adamı vəfat etdikdə insan özünü çarəsiz və yalnız hiss edir. Məhz belə hallarda dua etmək insana güc, qüvvət və təsəlli verir. Bu kimi hallarda dua vasitəsilə insan səbirli və ümidli olur. Çünki dua edən adam Allahın hər şeyə gücünün çatdığını və ona yardım edəcəyini bilir. Beləliklə, qüssə və kədərliyini yox etməsi üçün Allaha sığınır. Dərdlərini onunla paylaşaraq rahatlar və sakitlik tapar. Özünə güvənər. Məsələn, bir dərsdən pis qiymət alsa ümidsizliyə düşməz. Dərslərinə daha yaxşı çalışar. Ev tapşırıqlarını vaxtında edər. Sonra da Allahım, dərslərimdə müvəffəq olmaq üçün mənə yardımcı ol deyərək dua edər. Xəstəlikdə həkimə gedir, müalicə olunar. Sonra isə Allahım, mənə sağlıq ver deyərək Allaha diləyini çatdırar. Yalnız özünü deyil, başqalarının da müşküllərini həll olması üçün Allaha dua edər. Assalamu aleykum.